qayıdaram, yəni sağ qalaram söhbəti deyil. Biz yəni həmin tapşırığı icra edərəm. Azərbaycan xalqının başını uca elədik bütün dünyada. 1918-ci ilin 26 iyun günü müstəqilliyin, azadlığın əsas təminatçısı olan Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri yaradıldı. Səməd bəy Mehmandarovun adı Azərbaycanın ilk ordu generalı kimi tarixə yazıldı. Qısa müddət ərzində milli ordu Qafqaz İslam ordusu ilə birlikdə Bakı və ətraf əraziləri erməni bolşevik işğalından azad etdi. Milli ordunun ömrü az olsa da xalqımızın mərdliyini, mübarizliyini sübut etdi. SSR dövründə müstəqil orduya sahib olmayan Azərbaycan 1993-cü ildən ordu quruculuğuna başladı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə müasir ordu quruculuğu prosesinə start verildi. Topdan tanka, tankdan isə texnoloji yeni silahlara. Bu, Azərbaycan hərb tarixinin canlı şahididir. Bir vaxtlar ön cəbhələrdə olan bu nəhənglər indi öz yerini müasir texnoloji silahlara verir. Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz müasir silahlarla təchiz olundu. Peşəkar kadrlar hazırlandı. Yenilənən, inkişaf edən, daha da qüdrətlənən Azərbaycan ordusu 2020-ci ilin sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı hərbi əməliyyatlarına cavab olaraq hərəkətə keçdi. Göylərə qanad açan hərbi hava qüvvələrimiz isə qələbənin səmasında ilk izlər qoydu. Dəqiq atışlarla düşməni məhv edən pilotlarımız sanki göyləri fəth etmişdi. Qarabağın azadlığına gedən yolda səma da bizimlə idi. Hərbi hava qüvvələrinin Qarabağ müharibəsində rolu çox böyükdür. Çünki Azərbaycan ordusu çox müasir silahlarla təchiz olunmuş bir ordudur. Bunların içində tək təyyarə və vertolyotlardan söhbət getmir. Həm quru qoşunların hava hücumundan müdafiəsi, həm də havadan alınan dronlarla. Yəni biz düşmən üzərində böyük qələbə qazandıq və bizim taktikamız keçmiş taktikalarla yox, müasir taktikalarla idi. Ona görə də düşmən özü çaşbaş qalmışdı ki, yəni bu taktikanın qarşısını ala bilmirdilər. Milli ruh, müasir texnologiya və peşəkarlığın vəhdəti 44 günə tarixi qələbənin əldə olunmasına gətirib çıxardı. Ermənistan siyasi rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Granatamiot! Otoğdu görsə vuruldu! 2023-cü il 19-20 sentyabr tarixlərində isə Azərbaycan ordusu Qarabağda apardığı antiterror əməliyyatları ilə çox böyük peşəkarlıq, eyni zamanda hərbi mədəniyyət nümunəsi sərgilədi. Və bir də sükutun içində görünməyən bir kölgə kimi irəliləyənlər var. Düşmənin ruhuna qorxu salan səssiz güc, dəmir iradə, ani zərbə və dəqiq hədəf onların imzasıdır. Adları yox, üzləri yox. Bizə qabağımıza qoyulan tapşırıqlardan icra edilməlidir bu tapşırıq. Yəni hər hansı bir yüksəklik mi deyim, hər hansı bir kənd mi, qəsəbə mi, şəhər mi düşməndən azad edilməlidir. Və biz o tapşırığı, o amalla biz irəliləyirdik və bir xüsusiyyətli olaraq da bizdə tək deyilən bir şey yoxdur. Yəni biz həmişə cütdü bizdə bir sistem var. Yəni body deyilən sistem var. Yəni body yəni yarı elə bir bədən, iki can deməkdir. Yəni mənim necə deyirlər, döyüşdə həmin o yoldaşıma, döyüşçü yoldaşıma arxalamam. Yəni mən sabah yaralansam da, şəhid olsam da mən biləcəm ki, mənim döyüşçü yoldaşım yanımdakı məni orada qoymayacaq. Bu ordu qalib gəlməklə kifayətlənmir, gələcəyi də qoruyur. Bugün isə onların günüdür. Həyatlarını vətənin müdafiəsinə həsr edənlərin.